Rusiyada yaşayan Azərbaycanlı ekstrasens Zirəddin Rızayevə vəzifə verilib. Qlobal İnfazın əldə etdiyi məlumata görə o Rusiya Jurnalistlər Birliyinin üzvü seçilib. Ekstrasens sözü gedən xəbəri təsdiq edib və Rusiyada xəbər saytlarından birində direktor olduğunu bildirib. Stat, Bloger News rəsmi xəbər saytının direktoru olmaqla yanaşı həm də jurnalistiyəm. Biz 2017-ci ildən fəaliyyət göstəririk. Zirəddin Rızayev jurnalistika sahəsində fəaliyyətinin bununla yekunlaşmadığını deyib. 2009-cu ildən 2010-cu ilə qədər Radio Karnavalda Zirəddindən Xəbər Al adlı radio verilişi, RUTV telekanalında Yuliana Lukasheva ilə Axşam flirti, Radio Daçada Taley sirləri, həmçinin RUTV musiqi kanalında Alyona Vadanayeva ilə birlikdə Paranormalnıq verilişinin aparıcısı olmuşam. O bildirib ki, Rusiya Jurnalistlər Birliyi üzv jurnalistlərin azad sözə sahib olması, hüquqlarının müdafiəsi və toxunulmazlığına xidmət edir. Artıq rəsmi jurnalist statusu almışam. Deputatlar və vəkillər kimi mənim də toxunulmazlıq hüququm var. Rusiya Jurnalistlər Birliyi həm də jurnalistikada sui-istifadə hallarına ciddi nəzarət edir. Bundan əlavə, akreditasiyadan keçmiş birlik üzvləri dövlət tədbirləri və qanunverici orqanlarda iştirak etmək hüquqlarına malikdir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.